Təsəvvür edin, kimsə məhkum olunur. Bəs onun cəzasını məhz harada və hansı şəraitdə çəkəcəyinə necə qərar verilir? Hər şey hakimin o anki əhval-ruhiyyəsindən asılıdır, yoxsa ortada dəqiq bir mexanizm var? Xoş gəlmisiniz. Bugün biz oyunun qaydalarını tamamilə dəyişən bir sənədi, 2025-ci ilin yeni Ali Məhkəmə Plenumu qərarını incələyəcəyik. Bu elə bir qərardır ki, prosesdəki bütün təxminləri, bütün subyektivliyi kənara atır. Gəlin dərhal başlayaq. Qısa olaraq nəyə baxacağımızı deyim, əvvəlcə bu qərarın arxasındakı fəlsəfəni, sonra rejimlərin necə bölündüyünü, təkrar cinayətlər zamanı nə baş verdiyini, həssas qrupların necə qorunduğunu və nəhayət, apellyasiya mərhələsini müzakirə edəcəyik. İcmalın sonunda hakimlərin istifadə etməyə məcbur olduğu o dəqiq algoritmi tam aydınlığı ilə görəcəksiniz. Birinci hissə yeni qərarın fəlsəfəsi. Bəs bu qərarın əsas məğzi, təməli nədən ibarətdir? Bilirsiniz, buradakı əsas məsələ proqnozlaşdırıla bilməkdir. Qanunçuluq prinsipi bizə deyir ki, əsl ədalət hər kəsin öz cəzasının növünü əvvəlcədən dəqiq bilməsidir. Yəni, bir növ ixtiyari qərar vermə gücünü hakimin əlindən alıb, birbaşa qanunun quru və sərt mətninə havalə edirik. Heç bir kənar təsir yoxdur, hər şey riyazi dəqiqliklə hesablanmalıdır. Keçək ikinci hissəyə, rejim iyerarxiyası və qaydalar. Gəlin görək, bu hüquqi alqoritm cinayətləri fiziki olaraq necə rəflərə yığır. Sistem həqiqətən də saat kimi işləyir. O, ehtiyatsızlıqdan törədilən cinayətlər üçün nəzərdə tutulmuş, nisbətən sərbəst, açıq rejimli məntəqələrdən başlayır və pillə-pillə ən təhlükəli residivistlər üçün nəzərdə tutulan maksimum təhlükəsizlikli qapalı həbsxanalara qədər yüksəlir. Hər şey, fərdin cəmiyyət üçün nə qədər təhlükəli olub-olmaması ilə tam mütənasibdir. Üçüncü hissəmiz, məcmu və rezidiv halları. Bəs kimsə birdən çox cinayət törətsə və ya köhnə məhkumluğu olsa, bu algoritm necə reaksiya verəcək? Burada çox kritik bir 5 illik hədd var. Fərz edək ki, ehtiyatsızlıqdan bir cinayət törətmisiniz və bir də azadlıqdan məhrum etmək tələb etməyən, qəsdən törədilmiş başqa bir cinayətiniz var. Əgər bu ikisinin cəmi o 5 illik qırmızı xətti keçərsə, vəziyyət dəyişir. Dövlət avtomatik olaraq rejimi məntəqədən ümumi rejimə qaldırır. Bu, əslində təcrid olunma səviyyəsini sərtləşdirən çox incə, amma vacib bir mexanizmdir. İndi isə daha sərt rejimlərə yol açan təkrar cinayətlərini, yəni residivi düzgün hesablamaq üçün əvvəlcə bir şeyi dəqiqləşdirməliyik. Kim rəsmi olaraq əvvəllər cəza çəkmiş sayılır? Bu, inanın ki, tez-tez səhv anlaşılan bir məqamdır. Qayda belədir, əgər bir şəxs qısa müddətə belə olsa, həbsxana rejimini fiziki olaraq görübsə, yəni o mühitdə olubsa, hətta sonradan şərti azadlığa buraxılsa, əfv edilsə və ya xarici ölkədə məhkum olunsa belə, o artıq rəsmi olaraq bu sərt kateqoriyaya daxil edilir. Qanun üçün əsas məsələ sizin o məhrumiyyət rejimini fiziki olaraq yaşamağınızda. Amma burada qanunun nə qədər humanist yanaşa bildiyini göstərən bir istisna var. Təsəvvür edin, məhkəmə sizə cərimə kəsib, amma ödəyə bilməmisiniz deyə, o qısa müddətli həbslə əvəz olunub. Bu halda qanun sizi qoruyur, sizi süni şəkildə təhlükəli rezidivist damqası vurmaqdan xilas edir. Məqsəd, şəxsin vəziyyətini yalandan ağırlaşdırmamaqdır. Məncə bu çox ədalətli yanaşmadır. Dördüncü hissəyə keçirik, həssas qrupların hüquqi müdafiəsi. Gəlin baxaq görək, bu yeni qaydalar cəmiyyətimizdəki daha həssas təbəqələr üçün necə bir qoruyucu qalxan rolunu oynayır? Sistemdə cinsiyyət faktoruna əsaslanan çox diqqət çəkici bir fərq var. Bir qadın hətta ən ağır, xüsusilə ağır cinayət törətsə belə, onun göndərilə biləcəyi ən sərt rejim yalnız ciddi rejimdir. Amma kişilər üçün vəziyyət fərqlidir. Onlar ən ağır olan xüsusi rejimə qədər gedə bilərlər. Bu, qanunun qadınlara münasibətdəki birbaşa humanist və qoruyucu mövqeyidir. Uşaqlar və yeniyetmələrə gəldikdə isə, alqoritm tamamilə reallığa, yəni fiziologiyaya əsaslanır. Tutaq ki, kimsə cinayəti uşaq yaşlarında törədib, ancaq məhkəmə hökmü oxunan günə qədər artıq 18 yaşı tamam olub. Bu halda o, gənclər üçün tərbiyə müəssisəsinə getmir. Qərar cəzanı şəxsin o anki böyük yaşına və psixoloji vəziyyətinə uyğunlaşdırır. Sistem həmçinin gələcəyi də sığortalayır. Təsəvvür edin, hakim hamilə bir qadın və ya körpəsi olan bir valideyn üçün cəzanı tam qanuni şəkildə illərlə təxirə salır. Ancaq diqqət edin, hakim cəza çəkiləcək rejim növünü bugün, elə indidən hökmdə mütləq yazmalıdır. Niyə? Çünki illər sonra cəza vaxtı gəlib çatanda heç bir qeyri-müəyyənlik qalmasın.
Və gəldik 5-ci, sonuncu hissəyə, apellyasiya və yekun təsirlər. İndi biz zamanın məhkəmədə necə hesablandığına və hakimlərin mümkün səhvlərinin yuxarı instansiyalarda necə düzəldildiyinə baxacağıq. Burada adamı heyrətləndirən prosessual bir detal var. Sizin əsl qapalı həbsxana cəzanızın saatı nə vaxtdan işləməyə başlayır bilirsiniz? Yalnız və yalnız o dəmir qapılardan fiziki olaraq içəri addım attığınız an, İstintaq təcridxanasında aylarla gözlədiyiniz vaxt bu xüsusi hesabata daxil edilmir, çünki qanun deyir ki, həbsxananın əsl islah edici təsiri ancaq o mühitin özündən başlayır. Yaxşı, bəs sizə təyin edilən rejimdən şikayət etsəniz nə olacaq? Sizin çox güclü bir hüquqi zirehiniz var. Apellyasiya məhkəməsi, əgər prokuror xüsusi tələb etməyibsə, cəzanızı yalnız yüngülləşdirə bilər. Ali məhkəmə isə ən son təhlükəsizlik yastığıdır. O, vəziyyətinizi yalnız yaxşılaşdıra bilər. Sizi əvvəlkindən daha pis vəziyyətə sala bilməz. Bu mexanizm insanları dövlət aparatının mümkün xətalarından çox gözəl qoruyur. Bütün bu incələdiyimiz sənəddən çıxaracağımız ən böyük nəticə nədir? Bu 2025-ci il qərarı sözün əsl mənasında dəqiq bir hüquqi yol xəritəsidir. O cəza kəsilərkən yaranan o qorxulu qeyri-müəyyənliyi, hakim nə qərar verəcək qorxusunu silib atır, əvəzində isə tam şəffaf, riyazi olaraq hesablanan və əvvəlcədən bilinən bir sistem qurur. Bütün bunları müzakirə etdikdən sonra sizi çox maraqlı, biraz da provokativ bir sualla baş-başa buraxmaq istəyirəm. Sizcə, əsl ədalət nədədir? O, qaydaların bu cür sərt, mexaniki, algoritmik şəkildə hesablanmasındadır, yoxsa hakimin fərdi insani mülahizəyə əsaslanan qərarlarında? İnsan hüquqlarını riyaziyyat daha yaxşı qoruyur, yoxsa insan? Bugünlük icmalımız bu qədər. Ümid edirəm ki, bu mövzu sizin də üzərində düşünəcəyiniz maraqlı bir sual yaratdı.